ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Tövhid kitabı, tövhidin vacibliği bölümünde bir neçə ayələr götürdük. Zariyat surəsi 56-cı ayə, Nəhl surəsi 36-cı ayə, İsra surəsi 23-cü ayə və həmçinin ayələrdən "Va'budullah və la tuşriku bihi şey'a" Nisə surəsi 36 ayəni tövhidin vacibliyinə dəlil olaraq gətirmişdir. Allah Teala buyurur: "Va'budullah və la tuşriku bihi şey'an və bil valideyni ihsana." Allah'a ibadət edin, ona heç bir şeye şərik qoşmayın və valideynlərə yaxşılıq edin. Bu ayə haqqında, yəni buna toxunulacaq. Bu Ayətul Huquq Əl-Əşara adlanır. Yəni 10 haqq ayəsi. Çünki bu ayədə yəni 10 haqdan danışılır. Çünki bu ayə özündə Allah Teala'nın əmr etdiyi 10 haqqı özündə əhatə etmişdir. Və bu haqların önündə isə Allah Teala'nın qulları üzərində olan haqqı keçir. Allah Teala'nın qulları üzərində olan haqqı odur ki, qullarının yalnız ona ibadət edib, heç bir şeyi ona şərik qoşmamalarıdır. Bununla da artıq bilinir ki, birinci, Allahın qullar üzərində olan haqqının gəlməsi, bu haqlar içərisində ən əzəmətli haqq olduğunu və ən uca vacib olduğunu bildirir. Çünki öndə gəlməsi onun daha mühüm olmasına dəlalət edir digər haqlar üzərində. Və buna görə də Allah Teala bunu öndə gətirmiş və buyurur ki, "Va'budullaha və la tuşriku bihi şey'a." Allah'a ibadət edin, heç bir şey ona şərik qoşmayın. Və bu haqda da əmr və inkar vardır. Yəni isbat və həmçinin inkar vardır. "U'budullah" bu isbatdır. "Və la tuşriku bihi şey'a" bu da isə inkardır. Yəni tövhid də inkar və isbatla hasil olur. Yəni bunların ikisi olmasa tövhid hasil olmur. "Va'budullah" Allah'a ibadət edin, bu isbatdır. "Və la tuşriku bihi şey'a" və heç bir şey ona şərik qoşmayın. Deməli, "Və la tuşriku bihi şey'an" elə bil ki, la ilah. "Va'budullah" isə illallah mənasındadır. Və bu da tövhidin həqiqəti, mahiyyətidir. La ilahe illallah kəlməsinin, yəni insanın dini yalnız Allah'a aid edərək ibadət etməsi, ibadətdə onu təkləşdirməsi və Allahla yanaşı heç kəsə ibadət etməməsi, şərik götürməməsi. Və burada keçən "Və la tuşriku bihi şey'an" və heç bir şey ona şərik qoşmayın. Şey'an sözü qadağan cümləsində qeyri-müəyyənlikdə gəlmişdir və ümumiliyi bildirir. Yəni heç bir şeyi kimliyindən asılı olmayaraq, az, çox, böyük, kiçik, yəni heç bir şeyə Allah'a şərik qoşmaq olmaz. "Və la tuşriku bihi şey'a" heç bir şeyi şərik qoşmayın. Və bunun ardınca Allah Teala valideynlərin haqqını gətirir. Və bundan öncə də keçdi ki, valideynlərin haqqı Allahın haqqından sonra ən böyük haqq sayılır. Və bundan sonra müəllif dəlil olaraq Ən'am surəsi 151-153-cü ayələri gətirmişdir. Allah Teala buyurur: "Qul ta'alu atlu ma harrama rabbukum aleykum alla tushriku bihi şey'a." De ki, gəlin sizə Rəbbinizin nələri haram buyurduğunu deyim mi? Ona heç bir şeyi şərik qoşmayasınız. Allah'a ibadət edin. Yəni heç bir şey Allah'a şərik qoşmayasınız. Deməli, bu üç ayəli bir-birinin ardınca və bu ayələr özündə tövsiyələri, vəsiyyətləri əhatə edir.
Yəni bu ayə və bundan sonra gələn 2 ayə. Çünki ayələrin hamısının sonunda Allah Teala buyurur ki: "Zəlikum vassakum bihi." Yəni bu Allahın sizə olan tövsiyəsidir. Yəni Allah Teala tərəfindən qullarına olan tövsiyələrdir və bu da əzəmətli vəsiyyətlərdir. Və bu vəsiyyətlərin də önündə ən uca, ən əzəmətli tövsiyə ilə Allah Teala başlamışdır. Tövhid vəsiyyət olunması. Qul ta'alu atlu ma harrama aleykum. De ki, Allahın sizə nəyi haram etdiyini oxuyunmu? Deyimmi? Əllə tüşriku bihi şeyə. Allah'a hiçbir şeyi şərik qoşmayın. Və elm əhli burada qeyd edir ki, onlardan biri də İbn Kəsir rahimehullah burada bir təqdir var. Qul ta'alu atlu ma harrama rabbukum aleykum vassakum əllə tüşriku bihi şeyə. De ki, gəlin Rəbbinizin sizə haram buyurduğunu oxuyunmu? Rəbbiniz sizə ona heç bir şeyi şərik qoşmamağı tövsiyə etmişdir. Yəni Allah Teala burada şirkdən çəkindirir və şirkdən çəkindirmək elə tövhidin əmr olunmasıdır. Və bu da Allah Teala'nın tövsiyələri içərisində ən əzəmətli tövsiyə tövhiddir. Şirkdən çəkindirməkdir. Və buna görə İbn Məsud radiyallahu anhudan nəql olunur ki, "Mən arada an yanzura ila vasiyyati Muhammedin sallallahu aleyhi və səlləmə əlləti aleyhi xatemuhu felyaqra qavluhu Teala qul ta'alu atlu ma harrama rabbukum aleykum əllə tüşriku bihi şeyə." Yəni İbn Məsud radiyallahu anh deyir ki Muhammed sallallahu aleyhi və səlləmin üzərində möhrü olan vəsiyyətini görmək istəsə, Allahu Teala'nın bu ayəsini oxusun. De ki, gəlin sizə Rəbbinizin nələri haram buyurduğunu deyim, ona heç bir şeyi şərik qoşmayasınız. Kəlamından bu şübhəsiz mənim düzgün yolumdur. Onu tutub gedin, sizi Allahın yolundan saptıracaq yollara uymayın. Və ənə hədə sıratı müstəqimə fəttəbi'uh və la təttəbi'us subulə fətəfərrəqə bikum an səbili dəlikum vəssaqum bihi ləalləkum təttəqun. Yəni İbn Məsud radiyallahu anhunun bundan qəsdi odur ki, əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin bir vəsiyyət yazması fərz olunsaydı, yəni təqdir olunsaydı və həmçinin üzərinə möhür vursaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm bu tövsiyələr edərdi. Yəni Allah Teala'nın etdiyi tövsiyələri. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm aləmlərin Rəbbinin etdiyi tövsiyələri edir. Və buna görə İbn Məsud radiyallahu anh deyir ki, "Mən arada an yanzura ila vasiyyati Muhammedin sallallahu aleyhi və səlləm əlləti aleyhi xatemuh felyaqra." Və kim istəyirsə ki, üzərində Peyğəmbər sallallahu aleyhi və səlləmin möhrü olan vəsiyyətini, tövsiyəsini oxumaq istəyirsə, baxmaq istəyirsə, bu ayələri, yəni bu 3 ayəni oxusun. Yəni bu mənası o deyil ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm yəni bu ayələri yazmışdır və üzərinə möhür vurmuşdur. Nəzərdə tutulan bu deyil. Nəzərdə tutulan, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm əgər yazmış olsaydı, tövsiyə etmiş olsaydı, yəni bundan artıq bir şey tövsiyə etməzdir. Və bu da İbn Məsud radiyallahu anhunun bu tövsiyələrə böyük diqqət yetirməsinə dəlalət edir. Həqiqətən bu tövsiyələr ümumiliklə ən əzəmətli tövsiyələr sayılır və bunların başında da tövhid durur. Allahı ibadətdə təkləşdirmək və Allaha şərik qoşmaqdan uzaq olmaq. Və sonra müəllif rahimehullah dəlil olaraq hədis gətirir. An Muad ibn Cəbəl radiyallahu anhu ənəhu qalə kuntu radifən nəbiyyə sallallahu aleyhi və səlləmə alə himarin fəqalə li ya Muad ətədri mə haqqullah aləl-ibad və mə haqqul ibadi aləllah. Muad ibn Cəbəl radiyallahu anh deyir ki, bir dəfə Peyğəmbər aleyhi və səlləm yol gedərkən uzun qulağa minib məni də tərkinə almışdı. O mənə dedi, ey Muaz, bilirsənmi Allahın öz bəndələri və bəndələrin də Allah üzərində olan haqqı nədir? Dedim, onu Allah və Rasul daha yaxşı bilər. Qalə haqqullah aləl-ibad ən ya'budu və la yüşriku bihi şeyə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, Allahın qulları üzərində olan haqqı odur ki, qulların Allaha ibadət edərək ona şərik qoşmamalarıdır. Və haqqul ibadi aləllah
və qulların da Allah üzərində olan haqqı odur ki, əllə yuəzzibə mən lə yüşriku bihi şeyə, Allaha şərik qoşmayana əzab verməməsidir. Qultu ya Rasulallah, əfələ ubəşşirun nəs, mən də dedim ki, ey Allahın Rasulü, mən insanları müjdəliyimmi? İnsanlara müjdə verimmi? Qalə la tubəşşirhum feyəttəkilu. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, onu çatdırma, müjdələmə, onlar bu müjdəyə arxayın olub, yaxşı işlərdən uzaqlaşarlar. Deməli, müəllif rahimehullah bu bölümü tövhidin vacibliyinə dəlalət edən dəlilləri bu hədislə tamamlayır. Muaz ibn Cəbəl radiyallahu anh hədisi ilə deyir ki, mən minikdə Peyğəmbər sallallahu aleyhi və səlləmin tərkində idim. Və necə ki, müəllifin işarə etdiyi kimi Peyğəmbər sallallahu aleyhi və səlləmin bu təvazökarlığına dəlalət edir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm yəni özü uzun qulağın belinə minər və həmçinin tərkinə də sahabələrdən kimisə mindirərdi. Yəni, baxmayaraq ki, ondan da üstün heyvanlar olub, lakin Peyğəmbər sallallahu aleyhi və səlləm yəni uzun qulağın belinə minərdi və həmçinin tərkinə də insanları mindirərdi. Və bu dəfə Muaz radiyallahu anhın tərkinə mindirir və həmçinin Peyğəmbər sallallahu İbn Abbası və digər rəvayətlərdə Fadl ibn Abbası və digər sahabələri. Hətta alimlərdən elələr olub ki, bu barədə bir kitab yazırlar ki, Peyğəmbər sallallahu aleyhi və səlləm miniyə kimləri tərkinə alıb. Və bu da hədislərdən çıxarır. Yəni, bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin təvazökarlığına dəlalət edir. Və deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin tərkində idim, uzun qulağın üzərində və mənə dedi ki, ey Muaz. Və bu da gözəl şəkildə xitaba dəlalət edir. Peyğəmbər sallallahu aleyhi və səlləm onu adı ilə çağıraraq yumuşaq şəkildə xitab edir. Və başqa rəvayətdə isə gəlir ki, ya Muad, vallahi inni uhibbuk. Ey Muaz, Allaha and olsun ki, mən səni sevirəm. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm mülayim şəkildə xitab edərdir ki, qəlbləri cəzb etsin və həmçinin onları deyilən sözə hazırlasın və daha yaxşı faydalansınlar və onlara deyilən tövsiyələri daha yaxşı anlamaları üçün. Ya Muad, ətədri mə haqqullahi aləl ibad və mə haqqul ibadi aləllah. Bilirsənmi, Allahın qulları üzərində olan haqqı nədir və qulların Allah üzərində olan haqqı nədir? Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm diqqəti cəlb edəcək bir üslubla ifadə edir. Deyir ki, ətədri, bilirsənmi? Bilirsənmi Allahın qulları üzərində olan haqqı nədir? Qulların da Allah üzərində olan haqqı nədir? Deməli, bu üslubla birbaşa deyilən üslub arasında olan fərqə diqqət yetirin. Haqqullahi aləl ibad və haqqul ibad alallah. Deməli, belə olduğu halda, yəni sual formasında verilərsə, insanda daha çox diqqəti cəlb etmə hasil olur. Və həmçinin insan deyiləcək cavabı eşitmək üçün, anlamaq üçün, dinləmək üçün hazır olur. Ey Muaz, bilirsənmi Allahın qulları üzərində olan haqqı nədir və qulların Allah üzərində olan haqqı nədir? Qultullahu və rasuluhu a'ləm. Muaz radiyallahu anh deyir ki, mən də dedim ki, Allah və Rasulü daha yaxşı bilir. Və burada həmçinin fayda olaraq çıxır ki, insan bilmədiyi zaman elmi bilənə həvalə etməli. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə belə deyilər, Allah və Rasul daha yaxşı bilir. Vəfatından sonra isə insan bilmədiyi zaman bir şeyi deyir ki, Allahu a'ləm, Allah Teala daha yaxşı bilir və elmi bilənə həvalə edir. Və sonra cavab verir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın qullar üzərində olan haqqı qulların heç bir şeyi şərik qoşmadan Allaha ibadət etmələridir. Yəni, hədisin dəlil olan hissəsi budur. Çünki kitab özü, tövhid kitabı adı belədir ki, Allahın qulları üzərində olan haqqı tövhid.
Haqqı olan tövhid. Allahın qulları üzərində olan haqqı, yəni qulların Allaha heç bir şeyi şərik qoşmadan ibadət etmələridir. Yəni bu haqqı Allah Teala qullara vacib edib. Allah Teala bundan ötürü onları yaradıb və onları bunu gerçəkləşdirməkdən ötürü, doğrultmaqdan ötürü yaradıb və rəsulları da göndərib ki, buna dəvət etsinlər. Kitabları da bundan ötürü nazil edib. Və bu da vacib olan, fərz olan, Allah Teala bunu qullarına vacib etmişdir ki, Allaha ibadət etsinlər və heç bir şeyi ona şərik qoşmasınlar. Ən ya'buduhu mənası yuxlisu'd-dinə lehu. Dini yalnız Allaha təmiz şəkildə ibadət etsinlər, şərik qoşmasınlar. Və la yüşriku bihi şey'ə, yəni Allahla yanaşı ibadətlərində bənzər, oxşar tutmasınlar. Çünki ibadət Allahın haqqıdır və Allahla yanaşı heç bir şey Allaha şərik qoşula bilməz. Və həmçinin bu söz Allaha ibadət edib heç bir şey Allaha şərik qoşmamalarıdır. Bu da mükəlləfdən tələb edir ki, insan ibadəti bilsin, ibadətin özündə əhatə etdiyi əməlləri, sözləri, zahiri və batini olan feilləri bilsin ki, onu xalis şəkildə Allaha yönətsin və Allahla yanaşı heç bir şeyi Allaha şərik qoşmasın. Əgər insan bunu anlamazsa, yəni la ilahə illallah kəlməsini və bu ayələri oxusa da dəfələrlə yenə qadağan olunan işlərə düşəcəkdir, çəkindirilən işləri edəcəkdir və Allahla yanaşı başqasını çağıracaq, başqasından kömək, mədəd tələb edəcəkdir, istəyəcəkdir. Və haqqul ibadi alallah, və sonra buyurur ki, qulların Allah üzərində olan haqqı isə Əllə yu'addibə mən lə yüşriku bihi şey'ə, Allaha heç bir şey şərik qoşmayana əzab verməməsidir. Yəni bu da Allahın üzərində bir vacib deyil, amma Allah Teala öz lütfü tərəfindən yəni bunu öz üzərinə vacib etmişdir. Yəni başlanğıc olaraq, yəni Allah Teala'nın qullarını cənnətə daxil etməsi və yaxud da əzab verməməsi Allahın üzərində haqq olan, yəni bir vacib deyil. Allah Teala öz lütfü tərəfindən, öz kərəmi tərəfindən bunu öz üzərinə vacib edib ki, yəni kim Allaha şərik qoşmadan ölərsə, ona əzab verməyəcəkdir və bu da Allah Teala'nın vədidir və Allah Teala'nın da vədi geri qalmaz, yerinə yetirirlər. Allah Teala vəd verib ki, şərik qoşana əzab verməyəcəkdir. Və həmçinin burada kim tövhidi təmiz şəkildə doğruldarsa cənnətə girəcək, sorğu-sualsız və əzabsız və bu arada ayrıca bölüm gələcəkdir. Və Muaz radiyallahu anh deyir ki, qultu ya Rasulallah əfələ ubəşşirun nəs, dedim ki, ey Allahın Rasulü, mən bu şad xəbəri və həmçinin buradan fayda olaraq çıxır ki, insanlara o şad xəbəri çatdırmağın müstəhəb olması. Və bu da böyük bir müjdədir. Allah Teala'nın şərik qoşmayanlara əzab verməməsi. Muaz radiyallahu anh bu sözü Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdiyi zaman çox sevinir. Sevinci şiddətli olur və istəyir ki, həmən sevinci insanlara da daxil etsin, insanlara da çatdırsın. Və buna görə Peyğəmbər sallallahu aleyhi və səlləmdən izin alır. Əfələ ubəşşirun nəs, yəni insanlara bu xəbəri çatdırırmı, bu şad xəbəri? Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, lə tubəşşirhum feyyəttəkülü, yəni onlara çatdırma, onlar arxayınlaşarlar. Müjdəni onlara xəbər vermək ki, yəni Allahın lütfüne, Allahın rəhmətinə arxayın olaraq səhlənkarlığa yol verərlər. Yəni müstəhəb nafilə ibadətlərini yerinə yetirməkdə səhlənkarlığa yol verərlər. Qalə fələ tubəşşirhum feyyəttəkülü, yəni onlara bu xəbəri çatdırma, bu şad xəbəri çatdırma ki, arxayınlaşmasınlar. Yəni Allah Teala'nın lütfüne, rəhmətinə arxayınlaşaraq əməlləri tərk etməsinlər. Bəzi rəvayətlərdə gəlir ki, Ənə Muadən əxbara bidəlikə ində mövti təəthümə. Yəni Muaz radiyallahu anhu bu xəbəri ölüm anında günaha düşməsin deyə, yəni elmi gizlətmək qadağandır o baxımdan, günaha düşməsin deyə xəbər vermişdir.
Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm çatdırma, çatdırmayıb. Amma ölüm anında isə artıq bu hədisi danışıb. Bu hədis olaraq necə baş verib, onu danışıb və qeyd edir ki, təəssümə, yəni günaha düşməsin deyə bunu danışıb. Deməli, bununla artıq insanlarda yaranan, yəni düzgün olmayan fikir, yəni aradan qalxır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, "Lə tubəşşirhum və yəhtəkilən." Onları müjdələmə, yəni şad xəbəri onlara çatdırma ki, arxayınlaşmasınlar. Yəni Muaz radiyallahu anh ölüm anında xəbər verir ki, günaha düşməsin deyə. Deməli, burada iki iş var. Deməli, iki tərəf də götürülməlidir. Bir tərəfi götürüb, digər tərəf tərk olunmalı deyil. Deməli, hədisin birinci tərəfi və həmçinin ikinci tərəfi vardır. Birinci, məqam-ı tövhid azim, yəni tövhidin böyük məqamı, yəni Allah Teala şərik qoşmayan əzab verməyəcək və ikincisi isə arxayınlaşmaqdan çəkindirmək. Yəni insanlar arxayınlaşmamalıdırlar. Bəli, burada müjdə var, amma bununla yanaşı insanlar Allahın rəhmətinə arxayın olaraq, lütfüne arxayın olaraq səhlənkarlığa yol verməməlidirlər. Və bundan sonra bu bölüm haqqında müəyyən məsələlər gəlir. Məsələlərdən biri əl-hikmətu fi xalqil cinni vəl-ins, cinlərin və insanların yaradılışında olan hikmət. Və bu da hardan çıxarıldı? Və mə xalaqtul cinnə vəl-insə illə liyəbudun, mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün yaratdım. Zariyat surəsi 56-cı ayə. Yəni belə ki, bu ayə cinlərin və insanların yaranma hikmətini bəyan edir, dəlalət edir və o da Allaha ibadət etmək, dini yalnız xalis şəkildə yerinə yetirməkdir. İkinci məsələ isə ennel ibadətə hiyyət tövhid. İbadət özü tövhiddir. Çünki əsas, yəni baş verən mübahisə, problem bu ibadət məsələsində baş vermişdir. Yəni Allah Teala insanları özünə ibadətdən ötürü yaratmışdır. Tövhidi gerçəkləşdirməkdən ötürü "Və mə xalaqtul cinnə vəl insə illə liyəbudun." Mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün yaratdım. Yəni liyuvahhidun, ibadətdə təkləşdirmələri üçün. Yəni Allahı ibadət təkləşdirin, ibadəti xalis şəkildə, təmiz şəkildə ona yönəldin. Və Quranda gələn hər bir ibadət əmri tövhidin əmr olunması deməkdir. Və həmçinin deyir ki, "Lənnəl xusumətə fihi." Çünki əl-xusumə, mübahisə, peyğəmbərlərlə qövmlər arasında olan yaranan problem ibadətə görə olmuşdur. Yəni tövhid məsələsinə görə olmuşdur. Yəni sadəcə ibadətin özünə görə yox. Lənnəl müşrinkə əlləzînə bu'ithəl ənbiyə dəvətihim. O müşriklər ki, peyğəmbərlər onları tövhidə çağırmaq üçün göndərilmişlər. Yəni onlar Allaha ibadət edirdilər, lakin onlar ibadəti təmiz şəkildə etmirdilər. Yəni Allaha da ibadət edirdilər, Allahla yanaşı başqasına da ibadət edirdilər. Və burada keçən şirk ləfsi onların nədir? Ləqəbi və vəsfidir. Və dəlalət edir ki, onlar Allaha ibadət edirdilər, o müşriklər, və Allahla yanaşı başqasına da ibadət edirlər. Və şirk də nədir? Başqasını Allaha bərabər tutmaqdır. Deməli, onlar ibadət edirdilər, lakin ibadətləri təmiz deyildi. Müəyyən hissəsini Allahdan başqasına yönəldirdilər və belə olduğuna görə də elə bil ki, onların digər ibadətləri olmamış kimi sayılır. Tövhidsiz ibadət dəstəmazsız namaz kimidir. Tövhidsiz ibadət dəstəmazsız namaz kimidir. Yəni, kim dəstəmazsız namaz qılsa, deyə bilərik ki, sən namaz qılmamısan. Və həmçində kim ixlassız ibadət edərsə, yəni təmiz şəkildə ibadət etməzsə, ona deyə bilərik ki, sən Allaha ibadət etməmisən. Yəni, çünki sən Allahı ibadətdə təkləşdirməmisən. Deməli, müəllif rahimehullah bu faydanı çıxardır ki, ibadət deyildiyi zaman nəzərdə tutulan tövhiddir. Çünki peyğəmbərlərlə qövmlər arasında olan əsas mübahisə, problem tövhidə görə olmuşdur. Onlar ibadət edirdilər, ibadətdə qarışdırdıqlarına görə peyğəmbərlər göndərilib ki, yəni siz ibadəti tam, təmiz şəkildə Allaha yönəltməlisiniz. Allahdan başqasına yönəltsəniz, elə bil ki, ibadət etməmiş kimi sayılırsınız. Həmçinin Quranda Sad surəsində keçir ki, "Əcəaləl əlihətə iləhən vahidə innə hədə ləşeyun ucab." Yəni o qədər ilahlar bir ilah məhdi, həqiqətən bu qəribə bir şeydir. Üçüncü məsələ isə "Ənə mən ləm yəti bihi ləm ya'budillah fəfihi ma'nə qavli və lə entum abidunə mə a'bud." Yəni kim tövhidi yerinə yetirməzsə,
Yəni tövhidlə razılaşmayan adamın Allaha ibadət etmədiyi və burada da Allahın buyurduğu belə bir məna vardır. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Və lə entum abiduna mə a'bud. Və kim tövhidi yerinə yetirməyibsə, gerçəkləşdirməyibsə, elə bil ki, Allaha ibadət etməmişdir. Ona görə ona deyilə bilər ki, o Allaha ibadət etməyib. Yəni o şeytana ibadət edib, bütlərə ibadət edib. Çünki dini tam şəkildə Allaha yönəltmədiyinə görə. Və Allah Teala buyurur: "Və lə entum abidun mə a'bud." Yəni siz mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Halbuki müşriklər Allaha ibadət edirdilər. Amma Allahla yanaşı bütlər də ibadət edirdilər. Və Allah Teala onların ibadətini ibadət adlandırmadı. Çünki insan, yəni ibadətin 99%-ni Allaha yönəldirsə, 1%-ni bütlərə, ağaclara, daşlara, pirlərə, qəbirlərə yönəldirsə, elə bilir ki, onun 99% ibadəti də sayılmır. Çünki ibadət sırf Allahın haqqı olduğuna görə, yəni kim ona xələl gətirərsə, ondan qəbul olunmur. Hətta ibadət belə sayılmır. Çünki ibadət yalnız tövhid və ixlasla olur. Yəni kim ixlaslı olmayıbsa, ixlas ilə təmiz deməkdir. İbadəti təmiz şəkildə yerinə yetirməyibsə, deməli o şeytana ibadət etmiş, bütlərə ibadət etmiş sayılır. Və həmçinin məsələlərdən 4-cü Rasulların göndərilməsindən olan hikmət, bu da ayələrdən ortaya çıxır. Yəni dini yalnız Allaha ibadət yönəltmək üçün, tam şəkildə gerçəkləşdirmək üçün göndəriliblər Rasullar. Və həmçinin 5-ci məsələ, Risalət bütün ümməti əhatə etmişdir. Və bu da hardan götürülür? Və ləqəd bə'atnə fi kulli ummətin rasul. Hər bir ümmətə biz rasul göndərdik. Və həmçinin başqa ayədə buyurur: "Lə'əllə yekun lin-nasi aləllahi hüccətun ba'dər-rusul." Rasullardan sonra insanların Allaha qarşı heç bir bəhanə yeri qalmasın deyə Allah Teala rasullar göndərmişdir. Və həmçinin məsələlərdən 6-cı peyğəmbərlərin dini bir olub. Dini bir olub. Şəriətlər fərqli olsa da, amma dinlər bir olub. Yəni hamısı tövhid üzərində olub. Hamısı tək olan Allaha ibadətə çağırıb, şirkdən çəkindirib. Və hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Əl-ənbiya ixvatun li'allət, umməhatuhum şəttə və dinuhu vahid." Yəni Peyğəmbərlər ata bir, ana ayrı qardaşlardır. Onların anaları müxtəlifdir, dinləri isə birdir. Yəni şəriətlər müxtəlifdir. Yəni əqidə, tövhid hamısında eyni olub. Çünki əsas hamısında eyni olub. 7-ci məsələ, Əl-Kəbir, ənə ibadətəllah la təhsu illə bil-küfri bil-tağut. Yəni Allaha, yəni böyük bir məsələdir. Allaha ibadət tağutu inkar etməklə, yəni Allahdan qeyrisinə ibadət olunanı inkar etməklə hasil olur. Mən yəkfur bil-tağut və yu'min billah fəqad istəmsəkə bil-urvəti-vüthqa. Kim tağuta küfr edərsə, yəni Allahdan qeyrisinə olunan ibadəti inkar edərsə, ibadətə layiq olan yalnız Allahın olduğunu isbat edərsə və Allaha iman gətirərsə, artıq möhkəm bir dəstəkdən, dayaqdan yapışmışdır. Və həmçinin 7-ci məsələ artıq keçdi və 8-ci məsələ ənnə tağut amun fi kulli mə ubidə min dunillah. Yəni Allahdan qeyri ibadət olunan hər bir şeyi əhatə edir tağut sözü. Ən i'budullah və istənibut tağut. Allaha ibadət edin və tağutdan çəkinin. Yəni Allahdan qeyri ibadət olunan hər kəsi, hər şeyi əhatə edir. Çünki Allah Teala bunu əmrlə başlamış, ibadəti yalnız Allaha yönəltməklə və dini təmiz şəkildə etməklə Allah Teala bunu əmri buyurmuşdur. Fət-tağut amun fi kulli mə ubidə min dunillah. Və tağut isə Allahdan qeyri ibadət olunan, yəni hər şeyi əhatə edir. Allahdan qeyri ibadət olunanların da qismləri var. Qismun ubidə min dunillah və huve radin. Yəni Allahdan qeyri ibadət olunduğu halda özü də razı olan kimsədir. Onların başında şeytan gəlir. Və kullu men da'a ilə ibadət nəfsihi. Və özünə ibadətə çağıran və bununla razı qalan kimsədir. Və ikinci qismdə isə Allahdan qeyri ibadət olunan kimsədir, lakin buna razı deyildir. Məsələn, mələklərdir. Mələklərə ibadət edənlər, mələklər bundan razı deyil. Peyğəmbərlərdir, salihlərdir.
Onlar buna razı değildilər. Ama burada mənası isə nədir? Şeytandır. Çünki bunu əmr edən şeytandır. 9-cu məsələ isə İzamu thalathil ayətil muhkəmə fi suratil Ən'am ində sələ və fiyhə 10 məsail. Ən'am surəsində keçən 3 möhkəm ayələrin şanının böyük olması və orada da 10 məsələ vardır. Yəni 10 tövsiyə vardır. 10 tövsiyə vardır. Onlardan birincisi şirkdən çəkindirmədir, ikincisi valideynlərə yaxşılıqdır, üçüncüsü evladları öldürməkdən çəkindirmək, qadağan olunması, dördüncü fuhuş əməllərə yaxınlaşmağın qadağan olunması, beşinci isə Allah Teala'nın haram etdiyi canı qətl etməyin, öldürməyin qadağan olunması, yetim malına yalnız gözəl şəkildə yaxınlaşmağın buyurulması, yəni yetim malına yaxınlaşmağın qadağan olunması, istisna isə yalnız gözəl şəkildə icazəlidir. 7-ci isə çəkidə və ölçüdə tam şəkildə, gözəl şəkildə çəkməyin buyurulması, 8-ci ədalətin əmr olunması, 9-cu əhdə vəfalı çıxmaq, 10-cu isə doğru yola tabi olaraq digər yollardan çəkinmək və onlardan uzaq olmaqdır. Digər məsələlər də var. Hələlik bununla kifayətlənir.